Salam, hər birinizi xoş gördük. Biyologiya 2025 din test toplusu hüceyrənin biyokimyası, hüceyrənin qeyri-üzvü və üzvü tərkibi biopolimerlər mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 85-ci testə baxaq. DNT molekulunda hansı azotlu əsasların molekul kütlələrinin cəmi digərlərinin cəmindən daha azdır? Biz bilirik ki, DNT molekulunda necə yazırdıq? Yazırdıq ki, adenin bərabər idi guanin, bu da böyüdür timin, sitazin və urasildən. Düzdür, indi bizdə DNT dediyinə görə urasil yazmamıza ehtiyac yoxdur, amma bu ümumi olduğuna görə, ümumi qayda olduğuna görə mən qeyd elədim. Burada da deyir ki, molekul kütlələri cəmi digərlərinin cəmindən daha azdır. Yəni, timinlə sitazini nəzərdə tutur. Burada da düzgün cavabımız olacaq B variantı. 86-ya baxaq. Nə üçün DNT molekulunda pentozanın sayı guanilin nukleotidin sayından daha çox olur? Baxın, mən burada 4 dənə nukleotid yazacağım. Bilirsiniz ki, DNT-də bunlar dezoksiribozaydı, yəni bunların pentozalar, şəkərləri dezoksiribozaydı və hər birinin də fosfat turşusu qalığı var idi. Bizə nə deyir? Deyir ki, pentozanın sayı guanin nukleotidin sayından çoxdur. Baxın, 4 dənə nukleotid yazmışam, heç çoxunu da yazmamışam. Bu 4 dənə nukleotiddə neçə dənə dezoksiriboza var? 4 dənə. Neçə dənə pentoza var? 4 dənə. Amma guaninin sayı nə qədərdir? Guaninin sayını görürsünüz? 1 dənədir. Bu da onu göstərir ki, deməli, bütün nukleotidlər pentozaya malikdir. Ona görə də, deməli, guanin nukleotidinin sayından çox olur. Düzgün cavabımız oldu D variantı. 87-yə baxaq. Deyir ki, DNT-nin bir zəncirinin sintezi zamanı 142 molekul su ayrılarsa, bu DNT molekul cəmi neçə nukleotiddən ibarətdir? Demək, DNT-də 2 zəncir var. Birinci zəncirdə, əgər ki, bir zənciri soruşursa, N-1 molekulu, yəni 2 zənciri bir yerdə soruşursa, onda N-2 üsulundan istifadə edib suyun sayını tapırdıq. Yəni, su molekullarının sayını. İndi nə deyir? Deyir ki, bir zəncirin sintezi zamanı 142 molekul su ayrılıbdır. Yəni, yazır ki, deyir ki, burada yazırıq daha doğrusu, N-1 bərabərdir 142-yə. Bu bir zənciri nəzərdə tutubdur. Buradan N nəyə bərabər olar? 143-ə, yəni 142-nin üstünə 1 gələrəm, baxaram ki, N neçəymiş? Bu da elədir 143. Bu nə idi? Yalnız birinci zəncirə aiddir. Molekul dediyinə görə mən 2 zənciri bir yerdə nəzərdə tutmalıyam. Nukleotidlərin də sayını soruşur. Ona görə bunu qayda vururam 2-yə. Çünki DNT-də 2 dənə zəncir var idi. Bu da eləyər neçə? 286, o da olar B variantı. 88-ə baxaq. Deyir ki, DNT molekulu 328 nukleotiddən təşkil olunmuşsa, onun bir zəncirinin sintezi zamanı neçə molekul su ayrılar? Deməli, DNT molekulu ümumilikdə 328 nukleotiddən təşkil olunur. Biz bilirik ki, ümumi ayrılan, yəni molekulda ayrılan suyun miqdarını N-2 ilə tapırıq. N ümumi nukleotid sayımız neçədir? 328-dir. 328-i qoyuram yerinə, yəni N-in yerinə. Çıxıram 2-sini. Qaldı burada neçə? 326 molekul su. Amma bu nə? Molekul. DNT molekulundakı suyun miqdarıdır. Mənə indi zəncirdə dediyinə görə bilirəm ki, DNT-də 2 zəncirdən ibarətdir. Bir zəncirini tapmaqdan yana bu 326-nı bölürəm 2-yə. 326-nı 2-yə də böləndə düşür 163. D variantı uyğun gəlir. 89-da nə deyir? Deyir ki, ATP molekulunda fosfat turşusu qalıqlarının sayını N, makroergik rabitələrin sayını isə M ilə ifadə etsək, N-in M-ə nisbətini necə göstərmək olar? Deməli, ATF-ni bir dənə yazaq. ATF ibarətdir bir dənə ribozadan, yəni pentozası ribozaydı və 3 dənə də fosfat turşusundan ibarətdir ki, bunların da arasında makroergik rabitələr olur. İndi baxaq, deyir ki, fosfat turşusu qalıqlarının sayı. Fosfat turşusu burada neçə dənədir? Baxın, 3 dənə. Yazıram. 3-ün nisbəti. İkinci nəyi soruşur? Makroergik rabitələrin sayına. Neçə makroergik rabitə var? 1, bu da 2. Demək, oldu neçə? 3-ün 2-yə nisbətində, o da oldu D variantı. 90-a baxaq. Deyir ki, ADF molekulunda, indi bizə ADF deyir. ADF necə yazılırdı? Bir dənə adenin, riboza və ADF, yəni difosfat. 2 dənə fosfat turşusu var. Aha, yazdıq. Deyir ki, fosfat turşusu qalıqlarının sayını N, makroergik rabitələrin sayını isə M ilə işarə etsək, N-in M-ə nisbətini göstərin. Birinci fosfat turşusunu soruşur. Fosfat turşusu neçə dənədir? Yazdım bura 2. Bəs makroergik rabitəm neçə dənədir? Bax, görürsünüz, bir dənə makroergik rabitəm var. Bu da olur 2-nin 1-ə nisbəti Y variantı. 91-ə baxaq.
Deyir ki, 2 qat hidrogen rabitələrinin sayının 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğunu bir DNT molekulu üçün verilən qrafiklərdən hansı doğrudur? Baxın, hamısının sayı bərabərdir. Yəni nə demək istəyir? Deyir ki, hərəsindən bir dənədir. Aha, yazdım. Hərəsindən bir dənədirsə bunların hamısının nəyi var? Mütləq şəkildə pentozaları var və hamısında nə var? Fosfat turşusu qalıqları. Ona görə də bax, pentozalarla fosfat turşusu çoxdur, görürsünüz? 4 dənədir. Bunlar yəni çox olacaq. Amma bunlar da deyir mənə bərabər saydadır. Ona görə də bunları eyni ölçüdə götürməliyəm. Baxın, bizdə də uyğun gələn variant təkcə budur ki, hamısı bərabərdir və dezoksiriboz aynında fosfat turşusu hamısında olduğuna görə onların miqdarı biraz yuxarılıq olur. Yəni A variantı uyğun gəlir. 92-yə baxaq. Deyir, 1 molunun tam parçalanması zamanı daha çox enerji ayrılır. Baxın, burada verilənlərin hamısı parçalanma məhsuludur. Məsələn, glikoza nə idi? Karbohidrat parçalanmışdı, glikoz. Yəni, metianin amin turşusu zülal parçalanmışdı. Yağ turşusu lipid parçalanmışdı. Süd turşusu yenə də glikoza parçalanmışdı. Yəni, karbohidratlar parçalanıb, son məhsul kimi lap son məhsulda deyil, düzdür. Çünki oksigensiz mərhələdə glikoza parçalanıb süd turşusuna əmələ gətirdi. Yenə də bu halqadır, monomerdir. Amma hemoqlobin deməli polimer maddədir. Yəni bunun parçalanması zamanı enerji daha çox ayrılar. 92-də düzgün cavabımız oldu C variantı. 93-ə baxaq. Deyir, müəllim biologiya dərsində şagirdlərə xitinlə bağlı məlumat toplamağı və müzakirə etməyi tapşırır. Müzakirədən sonra şagirdlər gəldikləri nəticəni lövhədə qeyd edirlər. Baxaq. Deyir ki, mürəkkəb karbohidratlara aid olub suda həll olunur. Düz deyir, xitin mürəkkəb karbohidratdır. Buğmayaqlardan başqa göbələk hüceyrəsinə də rast gəlinir. Bu da doğru fikirdir. Sonra nə deyir? Ağır metalları özünə adsorpsiya edir. Xeyr, bu pektinin əlaməti idi. Çoxlu monosaxariddən təşkil olunub. Düzdür, şirin dada malikdir. Bu da səhvdir. Çünki polisaxariddə onlarda da şirin dad olmur. Deməli, düzgün, yanlış olanları deyir müəyyən edin. Yanlış olanlarımız da oldu 3 və 5 C variantı. 94-də nə deyir? Formulu göstərilən maddə haqqında hansı ifadə doğru deyil? Formulu göstərilən maddə görürsünüz ki, amin turşudur. Nə deyir? Deyir ki, erin tərkibində karbon və hidrogen ilə yanaşı başqa elementlər də ola bilər. Yəni, er dediyi radikalı nəzərdə tutubdur. Bəli, burasını düz deyir. Peptid rabitələrin yaranmasında iştirak edirlər, düzdür. Bioloji katalizatorların monomeri ola bilər. Bəli, ola bilər. Çünki katalizatorlar zülaldır, ondan da monomeri amin turşudur, düzdür. Sərbəst halda orta nisbi molekul kütləsi 128-dir, düz deyir. Bütün canlı orqanizmlərdə rast gələn orqanoiddə sintez olunur. Bütün canlılarda rast gələn orqanoid ribosomdur. Ribosomda zülal sintezlənir, amma bu şəkildə verilən amin turşudur. Ona görə də səhv fikir elə olacaq Y variantı. 95-ə baxaq. Deyir, sınaq şüşələrinin hər birinə eyni miqdarda zülal həzmini həyata keçirən ferment əlavə edilmişdir. Hansı sınaq şüşəsində və ya şüşələrində monomer maddələrə rast gəlinməz? Baxın, zülalın həzmini həyata keçirən ferment. Deməli, bu sınaq şüşələrində əgər ki, monomer olmayacaqsa, deməli, orada zülal yoxdur ki, monomer olmayacaq. Çünki deyir ki, zülalı parçalayan ferment. Baxıram DNT-yə. DNT-nin tərkibi nədən ibarətdir? Nukleotidlərdən. Demək, onun tərkibində zülal yoxdur. Bu elə yanlışdır. Çünki burada monomerə rast gəlməyəcəm. Yəni, zülalın monomerinə. Çünki zülal həzmini həyata keçirən ferment daxil ediblər. DNT parçalansa da yalnız nukleotiddə parçalanacaq da zülalı parçalaya bilməyəcək. Burada zülal yoxdur. Xromosom. Xromosomun tərkibi DNT-dən və zülaldan ibarətdir. Bu ferment burada olan zülalı parçalayacaq. Hepatit C virusu. Bu da demişik ki, virusların xarici qatı, kapsid hissəsi zülaldan təşkil olunubdur. Ona görə də o ferment bunun da zülalını parçalayacaq. Xolesterin bilirsiniz ki, lipidlərə daxildir. Bu da lipidlər də parçalananda gliserin və yağ turşusuna parçalanırdı. Burada da yenə zülal yox idi deyə bunu parçalaya bilməyəcəkdi. Yəni ona təsir göstərməyəcəkdi. Deməli, monomer maddələr olmayacaq 1-də, 4-də uyğun gələn cavabımız olur C variantı. Bir zəncirdə X sayda nukleotid olan DNT molekulunda nukleotidlər arası kovalent rabitələrin sayını hansı ifadə ilə müəyyən etmək olar? Baxın, deməli, DNT molekulunda burada tutalım çəkmişəm DNT molekuldur. Bir zəncirdə deyir X sayda nukleotid olan DNT molekulunda nukleotidlər arası kovalent rabitələrin sayını müəyyən edin. Molekul deyir. Mən burada bir dənə zəncir çəkmişəm. Bilirsiniz ki, deməli, kovalent rabitə necə yaranırdı? Birinin fosfat turşusu ilə digərinin şəkər arasında yaranırdı. Deməli, bu kovalent rabitədir. Baxın, neçə dənə nukleotid var? 4 dənə. Neçə dənə kovalent rabitə var? 3 dənə. Demək, bir zəncirdə kovalent rabitənin sayını tapmaq üçün n-1-dən istifadə edirəm.
Bu da mənə deyir ki, DNT molekulunda DNT molekulu varsa, onda 2 dənə zəncir var axı. Ona görə yazıram ki, 2N çıxaq 2 düsturundan istifadə edib burada olan kovalent rabitələrin sayını taparam. Çünki bax, bir tərəfdə deyir ki, 2N deyəndə daha doğrusu burada 2N yox, 2X-dir. Çünki bu nukleotidin sayını X ilə göstəribdir. İndi burada da axı bir zəncirdə X-dir, 2 zəncirdə olacaq 2X. Ona görə də 2X-də olduğuna görə hər 2 zəncirdə olan kovalent rabitlərin sayını tapmaq üçün də bu 2-ni çıxmalıyam. Eynən ayrılan su molekullarının necə sayını tapırdıqsa, kovalent rabitlərin sayı da ilə ayrılan su molekulları kimi tapılır. Yəni uyğun gələn cavab onda burada olar hansı? A variantı. 97-də bizdən səhv etmirəmsə suyu soruşurdu. Deyir ki, bir zəncirində X sayda nukleotid olan DNT molekulunun ikiləşməsi zamanı əmələ gələn su molekullarının sayını hansı ifadə ilə müəyyən etmək olar? Deməli, nukleotid sayı, ümumi nukleotid sayı n olanda n çıx 2 iləndir. Amma bu mənə X deyir. Bir zəncirdə deyir X-dir. Bax, belə yazıram. Bir zəncirdə X nukleotid varsa, 2 zəncirdə X olar. Y olsun, yaxşı. Y bərabər oldu nəyə? 2X-ə. Bu zamanda ayrılan suyun miqdarını nə ilə tapdıq? N çıx 2 ilə. Yəni nukleotid sayını tapdım ki, 2X-dir. Qoydum yerinə N-in yerinə. 2-ni də çıxdım. Oldu yenə də 2X minus 2. Y variantımız düzgün gəldi. 98-də nə deyir? Baxın, deyir ki, cədvələ əsasən A, B, C və D-nin cəmini müəyyən edin. DNT-də pentozaların sayı 250-dir. Pentozalarla baxın, bura. Baxın, pentozalarla fosfat turşusunun sayı bir-birinə bərabərdir, elə deyil. Yəni, pentoza nə qədərdirsə, fosfat turşusu o qədərdir. Ona görə buraya yazıram ki, A da bərabərdir nəyə? A daha yox, daha doğrusu yox, A yox, B yazırıq birinci. Yəni, fosfat turşusunu birinci tapdıq. B də bərabərdir 250-yə. Baxın, əgər pentoza və yaxud da fosfat turşusu 250 dənədirsə, deməli 250 nukleotid var ki, bunların da 250 qədər pentozası və yaxud da ki, fosfat turşusu var. Deməli, A da bərabərdir 250-yə. İndi keçsək RNT-yə. RNT-də nə deyir? Deyir ki, azotlu əsasların sayı 200-dür. Demək, azot əsasının sayı qədər pentoz olur həmişə. Ona görə yazıram, C bərabərdir 200-ə. Bir də azot əsaslarının sayına uyğun da nə olurdu? Fosfat qalıqları olurdu. Yəni, D də bərabər oldu 200-ə. Mənə deyir ki, bunların hamısının cəmini tapın. Hamısını bir yerdə cəmləyək. Yəni, 250-nin üzərinə 250, onun üzərinə 200, bir dənə də 200-lü gəlirəm. Bu da bərabər eləyir. Bax, bu ikisi bir yerdə 500, bunlar da 400. Bu da eləyir 900 olur. Düzgün cavab Y variantı. 98-də nə deyir? Qidamızda hansı amin turşunun çatışması qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur? Histidin. Bunlar 10-cu sinif dərsində var. Yəni, əzbərə yadda qalması bir mövzulardır. Ona görə də əzbər yadda saxlamaq lazımdır ki, hemoqlobin olmayanda miqdar azalırsa, demək, orqanizmdə histidin amin turşusu azdır. 100-ə baxaq. Şəkildə DNT molekuluna aid nukleotid verilmişdir. Bu nukleotidlə hidrogen rabitəsi yaradan və onunla eyni ölçüdə olan nukleotidlər hansılardır? Demək, şəkildə mənə verilən adenindir. Adeninə bərabər olan nə idi? Timin. Adeninlə eyni ölçüdə olan nə idi? Guanin. Demək, indi mən nəyi tapmalıyam? Timin nukleotidini. Baxın, nukleotid neçə hissədən ibarətdir? 3 hissədən ibarətdir. A variantında verib 2 hissə. Ona görə A variantı səhv variantdır. Sonra gəldim D variantında yenə 2 dənə veribdir. Bunu da səhv götürdüm. Yalnız 3 dənə, yəni nukleotid formada verdiyi 3 dənədir. İndi baxaq, adeninə uyğun nə olmalıydı? Adeninə uyğun olmalıydı timin. Yəni, budur, ana bax, timin nukleotidi, şəkəri idi, bu da fosfat turşusuydu. Demək, birincidən mənə nə deyirdi? Hidrogen rabitəsi yaratdığını soruşurdu. Yəni, elə timini soruşurdu. Biri aid oldu B. 2 də ölçüsü onun ölçüsünə bərabər olanı deyir. O da guaninidir. Burada qeyd eləmişəm. Demək, ikinci fikrə də aid oldu. Y. Uyğun gələn cavabımız da burada elə Y variantı oldu. 101-ə baxaq. Sellulaza üçün verilən fikirlərdən biri doğrudur. Gəlin, birinci baxaq, bu sellulaza nədir? Demək, əgər sözün axırına fikir verirsiniz, oza yazılıbdırsa, bu karbohidratdır. Yox, əgər aza yazılıbdırsa, bu, deməli, fermentdir. Yəni, fermentlərin də tərkibi zülaldır. İndi baxaq, doğru fikir nədir? Yəni, bu sellulaza zülaldır burada. Loza olsaydı, amma selluloza karbohidrat deyəcəkdik. Nə deyir? Monomerləri amin turşu olub, ribosomlarda sintez olunur. Bəli, monomer amin turşudur, düz deyir və zülal olaraq da fermentləridir. Fermentlərin tərkibi zülalıdır, ona görə də zülallar da ribosomlarda sintezlənirdi. Düzgün cavab belə oldu, A variantı. 102-yə baxaq. Demək, 102-də nə deyir?
Deyir ki, nukleotid, dezoksiriboza, gen, xromosom və genetik kod verilibdir. Verilən anlayışları kiçikdən böyüyə doğru sıraladıqda 3-cü sırada yer alır. Burada baxın, ən böyüyü xromosomdur. Sonra gəlir ondan biraz balaca gendir, sonra genetik kod, sonra nukleotid, sonra dezoksiriboza. Amma bu mənə deyir ki, kiçikdən böyüyə sıralayın. Ona görə də mən birinci burada qeyd edirəm ki, dezoksiriboza, sonra nukleotidi deyərik, sonra genetik kod gələr, daha sonra gen və xromosom gəlmiş olar. Demək, 3-cü yerdə sadaladığımız hansı oldu? 3-cü yerdə sadaladığımız oldu genetik kod. Yəni, Y variantı. 103-ə baxaq. Nuklein turşularında neçə növ nukleotidə rast gəlinir? Neçə növ nukleotid deyirsə, bilirik ki, 8 növ nukleotidimiz, 5 növdə azot əsasımız var. 104-ə baxaq. Deyir, bir DNT molekulunda nukleotidlərin sayı 1500-dür. Bu DNT molekulunda sayca adenin, timin, guanin, sitozin nisbəti 3:2-dirsə, adenin və guanin nukleotidlərin sayı neçə olar? Deməli, nə verir mənə? Bax, yazıram burada. Deyir ki, adenin üstəgələk timin bölək, guanin üstəgələk sitozin bərabərdir nəyə? 3:2-yə. Ümumi nukleotid cəmidə 1500-dür, bilmirəm, amma hər nukleotiddən nə qədərdir. Baxın, guaninlə sitozini verib ki, neçə dənədir? 3 dənə. Adeninlə timin neçə dənədir? 2 dənə. Demək, burada ümumilikdə neçə dənə nukleotid var? 5 dənə. Yazıram ki, 5 nukleotidim əgər 1500, yəni nukleotid 5 dənə olanda ümumi nukleotid sayı 500-dürsə, onda bir nukleotidin ümumi sayı nə qədər olar? Bir nukleotid nə qədərmiş ki, görən bu 5-i bir yerdə olub 1500 məsələn. 1500-ü bölsəm 5-ə, buradan düşər nə qədər? 300. İndi baxın, deməli, bizə deyir nəyi tapın? Adenin və guanin. 300 bunun bir dənəsidir. Mənə adeninlə timinin sayını nə qədər verib? 2 dənə. Deməli, buradan 300-ü vurdum 2-yə, tapdım nəyi? Adeninlə timinin sayını. Adenin və timinin sayını. Sonra nə deyir? Bax, 300. Deməli, 300-də guaninlə sitozin də qarşısında yazıb 3. Yazıram 300, vuraq 3. Bu da bərabər oldu neçəyə? Oldu 900. İndi mənə deyir ki, bax 900 nə? Guaninlə sitozin. Mənə ayrı-ayrılıqda deyir ki, adenинlə guaninin sayını tap. Ona görə mən nə edirəm? Bu 600-ü bölərəm 2-yə. Baxım görüm adenin neçə dənədir? Düşdü 300. 300 oldu adenin. Bir də qayıdıb bu 900-ü bölərəm 2-yə. Çünki guaninlə sitozinin sayını bir yerdə tapmışdım. Bu da bərabər eləyir nə qədər? 450 guaninə. Demək, düzgün gələn cavabımız baxaq hansı olar? 300 adenin tapdıq, 450 də guanin. Demək, 104-də düzgün cavabımız oldu A variantı. 105-də nə deyir? Deyir, DNT molekulunun müəyyən bir hissəsində cəmi 132 hidrogen rabitəsi var. Həmin hissədə adenin miqdarı 12-dir. Bu hissədə yerləşən sitozin və guanin arasındakı hidrogen rabitələrin sayını müəyyən edin. Demək, biz bilirik ki, molekulda hidrogen rabitəsini necə tapırdıq? Yazırdıq, hidrogen rabitəsi bərabərdir 2 vur adenin, üstəgələk 3 vur guanin. Bu da mənə deyirdi, nə var burada? 132 hidrogen rabitəsi var. Bax, yerinə qoyuram. 132 dənə hidrogen rabitəsi var. Adeninin sayını verib. Yazıram 2 vur, deməli 12, üstəgələk 3 guanin. Mənə bunu soruşur da, deyir hidrogen rabitəsini tapaq guaninlə sitozin arasında. Neyniyərəm? Yazaram ki, 3 guanin bərabərdir nəyə? 2-ni 12-yə vuranda eləyir 24. 132-dən də çıxaram 24-ün. Bu da bərabər eləyir neçəyə? 108-ə. Deməli, 3 dənə guanin bərabərdir. Guanin və sitozin arasındakı hidrogen rabitəsi bərabərdir 108-ə. Deməli, düzgün gələn cavabımız oldu D variantı. 106 ilə davam eləyək. Deyir, DNT molekulunun müəyyən bir hissəsində cəmi 144 hidrogen rabitəsi var. Bu hissədə adenin miqdarı 36-dır. DNT-nin bu hissəsində olan bütün nukleotidlərinin cəmini tapın. Yenə hidrogen rabitəmi yazıram. Bərabərdir 2 vur adenin, üstəgələ 3 vur guanin. Deməli, hidrogen rabitəsini mənə veribdir 144. Buradan da, deməli, adeninin də sayı mənə veribdir 36, üstəgələ 3 guanin. Demək, buradan 3 guanin bərabərdir. 2-ni vuranda 36 eləyir 72. 144-dən də 72-sini çıxanda qalır 72-si. İndi guaninin ümumi sayını tapsam, 72-ni 3-ə bölməliyəm. Elədi neçə? 24. Guaninim 24-dür. Demək, sitozinim neçədir?
Bu da 24'dür. Adenini mənə neçə vermişdi? Adenini vermişdi 36. Adenin 36-dırsa, onda deməli timin də 36-dır. İndi bunların 4-ünün bir yerdə cəmini hesablasaq, 48 oydu. 72 də budur. 48-in də üstünə 72 gələndə ümumilikdə eləyər 120. Deməli 106-da düzgün cavabımız olacaq Y variantı. Sonra gələk 107-yə. Deyir, biri zülalın polipeptid zəncirini başlayan, digər isə bu zənciri tamamlayan 2 amin turşunun molekul kütlələrinin deyir ki, 2 amin turşunun nisbi molekul kütlələrinin fərqi. Baxın, bunu necə yazaq? Deməli, amin turşu hansı hissədən ibarətdir? Amin turşu ibarətdir bir NH2-dən, CH, radikal 1 yazım, çünki başlanğıcı yazıram. Bir də COOH-dan ibarətdir. Biz bilirik ki, zülal zəncirində amin turşudun birindən, yəni başda olandan tutalım, OH ayrılır. OH ayrıldığına görə sərbəst halda 128-dir axı. OH-ın molekul kütləsi neçədir? 16 oksigendir, bir də hidrogendir. Oldu 17. 128-dən çıxdım 17-sin, qaldı neçə? 111. Aha, tapdım ki, demək bir dənə amin turşu miqdarı 111-dir. Bir də digər amin turşudan isə, yəni əvvəldə və sonda olan amin turşuları yazıb tapırıq. CH, bu da yazaq R sondakı amin turşu olsun. Aha, bu da olsun COH. Demək, birinin OH-a çıxıbdırsa, demək bu birisinin də nəyi çıxmalıdır? Bir dənə hidrogeni çıxmalıdır. Ona görə 128-dən çıxıram, bax bu ayrılan bir hidrogeni, qalır 127. Tapdım ki, demək, aha, əvvəldə və yaxud da sonda yerləşən amin turşular fərqi yoxdur. Biri 111, biri də 127 imiş. İndi bunlar arasındakı fərqi istəyir deyə mən yazıram 127 çıxaq 111. Bu da bərabər eləyir 16-ya. Demək, burada da düzgün cavabımız olacaq A variantı. 108-ə baxaq. Deyir, DNT molekulunda adenin, timin nukleotidləri arasında olan hidrogen rabitələrinin sayı 18.000-dir. Bu, sitozin və guanin nukleotidləri arasındakı hidrogen rabitələrinin sayından demək 3 dəfə çoxdur. DNT molekulunda neçə nukleotid var? Demək, adeninlə timinin arasında nə qədər hidrogen rabitəsi var deyir? 18.000. Bu 18.000 guaninlə sitozin arasında olan rabitədən 3 dəfə çoxdur. Ona görə də bunu nə etməliyəm? 18.000-i bölməliyəm 3-ə ki, baxım görüm bunların arasında nə qədər hidrogen rabitəsi var imiş ki, bu adeninlə timin bundan 3 dəfə çoxdur. Yəni tapdım ki, 6.000 imişdi. 6.000-də 3-ə vuranda eləyir 18.000. Aha, guaninlə sitozin arasında olan hidrogen rabitəsini də tapdım. İndi deyir ki, bu DNT molekulunda neçə nukleotid olar? Demək, hidrogen rabitələri verib, elə deyil. Hidrogen rabitəsi adeninlə timin arasında belə idi, guaninlə sitozin arasında da belə idi. İndi biz burada ayrı-ayrılıqda düzdür yazdım, amma bu tapdığım, baxın, hidrogen rabitələri idi. Bu hidrogen rabitələridir. İndi hidrogen rabitəsini veribdir. Mən adeninin sayını necə taparam? 18.000-i bölərəm 2-yə, taparam ki, adeninim nə qədərdir? Guanin hidrogen rabitəsini verib ki, 6.000 dənə guanin sitozin arasında hidrogen rabitəsi var. İndi guaninin sayını necə taparam? 6.000-i bölərəm 3-ə, baxam görüm hələ guanin nə qədərdir. Deməli, adeninlə guanini tapdım, elədir. İndi baxın, 900 adeninim varsa, deməli mənim 900-də timinim olmalıdır. 2000 guaninim varsa, onda 2000-də sitozinim olmalıdır. İndi gəlin bunları bir yerdə cəmləyək, baxaq ki, nə qədər eləyir. Burada 900 yox, 9000 eləməli idi. Burada səhvlik elədim. Aha. Bunları bir yerdə cəmləyək nə qədər eləyir? 9000 elədi 18.000, üstünə gəldim 2000, 20.000, onda üstünə 2000 gəlsəm eləyir 22.000. Deməli, ümumilikdə molekulda 22.000 nukleotid var. Əgər ki, mənə zəncirdə desəydi, onda 22.000-i bölüb 2-yə 11.000 tapardım. Amma molekul dediyinə görə elə tapdığım rəqəmi də burada qeyd eləyirəm. Yəni, bu 4-ün hesablayıram, üstə gəlirəm, tapıram ki, 22.000 nukleotidim var. Demək, 109-cu testimizə baxırıq. DNT molekulunda azot əsasları arasında 300 hidrogen rabitəsi mövcuddur. Bütün azot əsasları bərabər miqdardadır. Bu molekulda adenin, guanin, timin və sitozin hər birinin miqdarı nə qədərdir? Demək, hidrogen rabitələrinin sayını verib. Mən tez yazıram bura. Adeninlə timin arasında 2 qat hidrogen rabitəsi var. Guaninlə də sitozin arasında 3 qat hidrogen rabitəsi var. Deməli, nukleotidlərin sayı bərabər olanda nə qədər hidrogen rabitəsi var? 5 dənə. İndi mən hər birini ayrı-ayrılıqda deməli bunların miqdarını tapmalıyam ki, nə qədərdir?
İndi bunu gəlin bu formada yox, demək, biraz tənasüb kimi, məsələ kimi yazaq da, belə deyək, qısa şəkildə yox, loro dildə yox. Deməli, hidrogen rabitəsini necə tapırdıq? 2 adenin üzərinə gəldim, 3 guanin, alırdım hidrogen rabitəsi. Mənə də deyir, nə qədər hidrogen rabitəsi var? 300. İndi bunları adeninlə guanini mən x ilə əvəz edirəm. Yazıram 5x bərabərdir. Çünki nukleotidlərin hamısının sayı onsuz da bir-birinə bərabərdir. Onun üçün x yazdım 300-ə. X də bərabərdir nəyə? 300-ü böldim 5-ə, tapdım 60. Deməli, bir dənə nukleotidin miqdarı 60'mış. Burada da məndən nə istəyir? Deyir də hər birinin miqdarı nə qədərdir? Yəni elə bir dənəsini soruşurdu. Ona görə də uyğun gələn cavabımız oldu C variantı. 110'a baxaq. DNT molekulunda 14.000 hidrogen rabitəsi, 4.000 adenin nukleotidi var. Həmin molekulda neçə guanin nukleotidi və neçə dezoksiriboza var. Biz bilirik ki, hidrogen rabitəsini necə tapdıq? Hidrogen rabitəsini düsturun bir də yazaq. 2 vur adenin üstə gələk. 3 vur guanin idi. Hidrogen rabitəsini mənə verib, yazıram bura 14.000 bərabərdir. 2 vuraq, adenini də verib 4.000. Üstə gələk 3 guanin. Mən indi 3 guaninin arasında olan hidrogen rabitəsinin sayını tapım. Mənə nə deyir? Deyir ki, guanin nukleotidini tapın. Amma birinci hidrogen rabitəsini tapaq ki, sonra da onu tapaq. 3 guanin bərabərdir nəyə? 2-ni vuranda 4.000 eləyir 8.000. 14.000-dən də 8.000 çıxanda qalır 6.000. 6.000 guanin histazin arasında olan hidrogen rabitəsidir. Mən təkcə guaninin sayını tapmaqdan yana nə etməliyəm? 6.000-i bölməliyəm 3-ə. O da bərabər eləyir 2.000-ə. Demək, nə qədər nukleotidim, daha doğrusu guaninim var imiş? 2.000. Guaninimin sayını tapdım. İndi bir də məndən nə istəyirdi? Deyirdi, nə qədər də dezoksiriboza var. İndi baxın, guaninimin sayını tapdım 2.000. 2.000 guanindirsə, onda 2000'də bu G hərfidir. 2000'də sitazindir. Onsuz da adeninimin də sayını veribdir. 4000 adenindirsə, onda 4000'də timin olar. Bunları da bir yerdə cəmləsəm nə qədər eləyər? 8000, 10000, bu da eləyər 12000. Deməli, 12000 dezoksiriboza var. 2000 də guanin var. Baxaq, uyğun gələn hansı olur? Deməli, 2000, bu da 12000. Deməli, uyğun gələn oldu B variantı. 111 ilə davam eləyək. DNT molekulunda nukleotidlərin ümumi sayı 3500'dür. Əgər sayca guanin üstəgələ sitozin, bölək timin üstəgələ adenin bərabərsə 3-də 2 olarsa, bu DNT molekulunda sitozin nukleotidlərin sayı nə qədərdir? Baxaq, bizə nə verib? Deyir ki, guanin üstəgələ sitozin, timin üstəgələ adenin bərabərdir 3-də 2'yə və ümumi hidrogen rabitəsinin sayını da bizə nə qədər veribdir? Hidrogen rabitəsi demək, ümumi nukleotidlərin sayını bizə nə qədər veribdir? Ümumi nukleotidimizin sayını veribdir 3500. Baxaq. İndi bizdə nə qədər nukleotid var? Baxın, gördüyüm nukleotid. Bu ikisinin cəmi verib 2, bu ikisinin də cəmi verib 3. Ümumilikdə demək, mənim neçə nukleotidim var? 5 dənə. Yazıram, 5 nukleotidim əgər olanda DNT molekulunda 3500 nukleotid olacaqsa ümumilikdə. Yaxşı, bəs onda bir dənə olanda nə qədər olar? X bərabər eləyir 700. İndi sonra məndən nə istəyir? Deyir ki, sitazinli nukleotidin sayını tapın. X'im oldu 700. İndi baxın, guaninlə sitazinin arasında nə yazıbdı? Guaninlə sitazinin qarşısında 2 var. 2'ni vururam 700'ə. Sonra timinlə adeninin qarşısında nə yazıbdı? 3 yazıbdı. 3'ü vururam 700'ə. Birinci gəlin bunu hesablayayım. Sonra baxaq ki, bizdə neçə dənə sitazin var. 2'ni 700'ə vursam eləyir 1400. 2'ni 3'ü 700'ə vursam eləyir 2100. Baxın, bu ikisini cəmləyəndə cəm olaraq eləyir 3500. Məndən nəyi soruşdu? Deyir ki, sitozinin sayını deyin. Guaninlə sitozin bir yerdə 1400'dür. Onda təkcə sitozini tapmaqdan yana nə etməliyəm? Yenə də 14000'i bölməliyəm 2'yə ki, baxım görüm hələ bunlar 2 dənə daha. Bunun neçəsi sitozin olur? Bax, bölürəm, baxıram ki, yenə də elə 700 düşür. 700 dənəsi də demək elə sitozin imiş. Burada da oldu düzgün cavab D variantı. 112 ilə davam eləyək. Demək, nə deyir? Deyir ki, 1600 nukleotiddən ibarət DNT molekulunda 240 adenin var. Bu molekulda neçə hidrogen rabitəsi var? 240 əgər
adenin varsa, deməli bunun 240-ı da timindir. Bu ikisini bir yerdə cəmləyək. Oldu neçə? 480. Ümumi nukleotit sayım 1600-dür. 1600-dən çıxıram adeninlə timinin sayını, yəni 480-i. Tapıram ki, burada nə qədər qaldı? Deməli, 1680-dən çıxanda 480-in geriyə qalır 1120. Bu eləyir 1120. Aha, 1120 nəyə qaldı? Guaninlə sitazinə. Məndən nəyi istəyibdi? Hidrogen rabitəsini istəyib. Mən ona görə məcbur bunu bölüb 2-yə tapmalıyam ki, görüm hərəsinə nə qədər düşür. Böldüm bunu 2-yə, baxdım ki, hərəsində nə qədər qaldı? 560 düşdü. Yəni 1120-ni böləndə 2-yə düşür 560. Deməli 500, bax yazıram bura. Adenin timini yazmışdım. Buradan da qeyd edirəm. 560 guanindirsə 560 da olacaq sitazin. Məndən ümumi hidrogen rabitəsinin sayını soruşurdu. Hidrogen rabitəsində düsturun bayaq dedik. Necə idi? Hidrogen rabitəsi bərabərdir. 2 vur adenin üstə gələk 3 vur guaninə. Bu da buradan bərabər olar nəyə? Adeninim nə qədər oldu? Adeninimin sayını vermişdi mənə 240. Yazıram 2 vuraq 240 üstə gələk. Guaninimin sayı nə qədərdir? 3 vuraq 560. Buradan da bu bərabər eləyəcək nəyə? 2 dəfə 240 eləyir 480. 3-ü də vuranda 560 eləyir 1680. Demək bu ikisini də cəmləyəndə olur 2160. Baxaq ona uyğun cavabımıza. Demək 112-də düzgün cavabımız oldu C variantı. 113 ilə davam edək. Nə deyir? Deyir ki 4800 nukleotiddən ibarət DNT molekulunda sayca sitazin adenindən 5-də 3 olarsa, bu DNT molekulunun 2 zəncirini bir-birinə neçə hidrogen rabitəsi birləşdirir? İndi baxaq. Demək, nə yazırıq? Burada mənə nə veribdir? 3 dənə sitazin, 3 dənə də adenin verib. Baxın. 3 dənə əgər sitazinin varsa, 3 dənə sitazin. Demək, mənim 3 dənə də nəyim olmalıdır? Guaninim. 5 dənə adeninim varsa, onda 5 dənə də timinim olmalıdır. Bunları cəmləyək. Baxaq ki, sayca neçə dənə nukleotidim var. Bax, 3, 3, 6, 11, üstünə də 5 gəlsəm elədi 16. Deməli, mənim ümumi nukleotit sayım neçə dənə oldu? 16. 16 dənə nukleotit olanda əgər ümumi DNT molekulu 4800 nukleotiddən ibarət olurdusa, onda bir nukleotit olanda neçə dənəsi düşər? X olar. Buradan X bərabərdir 4800-ü 16-ya böləndə düşür 300. 300 nəyi tapdım? 300 bir dənə nukleotidir. Deməli, baxın, testdə sitazinin qabağında 3 yazılıbdır. Ona görə mən neyi yiyəcəm? Bax, bu belə yiyəcəm. 3 dənə sitazin yazmışdı. Necə yazıb burada qeyd eləyək? Sitazin böl adenin bərabərdir 5-də 3-ə. Aha, baxın, sitazinin qarşısında 3 yazılmışdı. Bərabər elədim, 3-ü vurdum 300-ə. Tapdım ki, demək bunların sayı nə qədərmiş? 900. Sonra da adeninin qarşısında da 5 yazılmışdı. Bunu da qoysaq yerinə 5-i vuraq 300-ə. Bu da eləsin 1500. İndi məndən burada nə istəyirdi? Baxaq. Hidrogen rabitəsinin sayını istəyirdi. Hidrogen rabitəsini də tapmaq üçün nə edirdik? Düsturumuzu yenə yazaq. Yazırdıq ki, hidrogen rabitəsi bərabərdir 2 adenin üstə gələk 3 guanin. Buradan adeninimin sayını neçə tapmışam? 1500 yazıram. 2 vur 1500 üstə gələk guaninimi neçə tapdım və yaxud da sitazini fərq eləməz. İkisi də eyni idi. 900. 3 vur 900. Bunu da cəmləsək nə qədər eləyər? 2-ni 1500-ə vuranda 3000. 3 dəfə də 900 eləyir 2700. 3000-dən də 2700 toplayanda gəlir cavab olaraq düşür 5700. Deməli, burada da düzgün cavabımız olacaq C variantı.